texnika vasitəsilə siz həmən o pasiv şagirdləri də daha aktiv edə bilərsiniz dərs zamanı. Bu texnikanın belədir tətbiqi ki, sual verməzdən əvvəl deyirsiniz ki, məsələn, elə burada eləyək, mən sizə sual verəcəm, cavabları siz yazırsınız, amma göndərmirsiniz. Mən 3, 2, 1 deyəndə enter düyməsini basırsınız. Sual belə olsun. Sizcə dərsdə diqqəti ən çox dağıdan birinci amil nədir? Pəncərədən baxmaq ola bilər, nə ola bilər? Siz də nə düşünürsünüz, onu qeyd edin. Telefon ola bilər. Qeyd edin, mən bir deyəndə göndərərsiniz. Hələ göndərmirik. 3, 2, 1. İndi göndərim. Fikir verdinizsə, hamı eyni anda göndərdi. Heç kim kənarda qalmadı. Hamının diqqəti oradaydı. Aha, səs-küy ola bilər, yazıblar. Kənardan sinifə başqa müəllimlər daxil olması ola bilər, yazıblar. Bu texnika suala dərhal cavab almaq əvəzinə düşünmə vaxtı verməkdir. Sübut olunub ki, diqqəti 2 dəfə artırır. Siz şagirdlərə sual verəndə deyə bilərsiniz ki, bunu yazın, yaxınlaşıb baxacam. Və başqa bir texnika bölüşmək istəyirəm. Storytelling loop texnikası. Bu texnika hekayə ilgəyidir. Biri var dərsin əvvəlində, müəllim hər şeyi dərsi izah edir, danışır. Bir də var dərsə girəndə, bu texnika belədir ki, dərsin əvvəlində yarımçıq qalmış bir hekayə ya da tapmaca söyləmək və cavabı dərsin sonunda bildirmək. Burada Zeigarnik effekti yaradır. Dopamin devriyyəsi ilə izah olunur bu texnika. Siz necə tətbiq edə bilərsiniz? Məsələn, bugün dərsimiz, müəllim deyir ki, bugün dərsimiz Newtonun ikinci qanunudur. Başlayır dərsi danışmağa. Şagirdin beyni yuxu rejiminə keçir, yuxu rejimi aktivləşir və dərs ona maraqsız gəlir. Amma dərsi bir hekayə ilə başlasanız, məsəl üçün 1999-cu ildə NASA'nın 125 milyon dollarlıq kosmik aparatı sadəcə bir riyazi səhvə görə Marsda parçalandı. Səbəbini bilmək istəyirsiniz. Əlbəttə, uşaqların hamısına maraqlı gələcək. Bu texnika deyirdim ki, çox effektiv dərsə başlayanda. Elə burada da sizinlə bir praktika edə bilərik. Onu da praktika edək. Məsələn, sizə bir hekayə ilgəyi atıram indi mən. 1914-cü ildə Birinci Dünya Müharibəsində cəbhədə olan əskərlərdən biri cibindəki kiçik bir əşya sayəsində güllədən möcüzəvi şəkildə xilas olur. O əşya nə hərbi dəbilqədir, nə zirehdir. O əşya sadəcə hər birinizin beynində neyronlar həmin əşyanı axtarmağa başladı, elədir. Hiss etdiniz bunu? Şagirdlərdə də belə olur. Şagirdlər də düşünür ki, maraqlı gəlir onlara. Aysel müəllimə yazıb bəli, təşəkkür edirəm, aktiv iştirak edirsiniz müəllimlər, minnətdaram. Və bu metoda uyğun Cassandra metodu da var. Cassandra effektində məqsəd dərsin ilk 3-5 dəqiqəsində insan beynindən informasiya boşluğu yaratmaqdır. İnformasiya ötürmürsünüz, ancaq informasiya boşluğu yaradırsınız. Məsələn, müəllim dərsə girir, əlində bir qutu, qutunu qoyur stolun üstünə, deyir ki, bugün dərsin sonunda bu qutunun içindəkinin niyə dünyanı dəyişdiyini özünüz tapacaqsınız. Uşaqlara dərs maraqlı gəlir. Və yaxud da müəllim gəlib deyir ki, Şah İsmail Xətainin daxili siyasətini keçirik. Açın kitablarınızı. Bu diqqəti cəlb eləmir. Bir də var, müəllim deyir ki, lövhəyə bir böyük sual işarəsi çəkir. Sual işarəsi qoyur, deyir ki, təsəvvür qılınc, bir əlinizdə şeir divanı, eyni ali, hər incə qəlbli bir şair olmalısınız. Sizcə bu iki fərqli insan eyni bədəndə necə yaşaya bilər?
Bugün biz imperiya quran bir şairin gizli dünyasına səyahət edirik. Müəllimin dərsi belə başlaması bu Kassandra effektidir. Burada daha effektli alınır dərsin keçirilməsi ki, uşaqlarda təşəkkür edirəm Vəfa müəllimə. Uşaqlarda bu dərsə maraq yaradır bu effektdə. Yəqin ki, qələm vərəq qoymusunuz, qeyd edirsiniz. Və kinetik siqnallar texnikası var. İnsan beynində informasiyanın emalı yalnız elə eşitmə, görmə ilə deyil, həm də hərəkət kanallarından, kinestetik kanallarından da baş verir. Məsələn, onlayn dərs keçəndə şagirdlərin gözü yorulur, baxmaq istəmir, diqqəti yayılır, əşyalara, fikirlərə gedir, diqqəti tez yayılır. Müəllim də, şagirdlər də bu texnikadan aktiv istifadə etməklə beynin motor qabığını oyandırır. Burada məsələn, əsas prinsip nədir? Səssiz vizual ünsiyyət vasitəsi dərsin tempini pozmadan şagirdlərin 100%-ni fiziki olaraq prosesdə saxlamaqdır. Bunu necə tətbiq edirik? Məsəl üçün, dərsdə 3 əsas jest mexanizmi deyirsiniz. Burada elə indi özümüzdə tətbiq edək. Mən sizə göstərirəm. Məsəl üçün, aha siqnalı 2 barmaqla şaqqıldadıb və yaxud da belə göstərə bilərsiniz. Bu, başa düşdüm. Əla deməkdir. Təsdiq siqnalı sağ əli ürəyimizin üstünə qoyub başımızı yerləmək ola bilər. Bu, təsdiq siqnalıdır. Və burada razıyam demək yerinə istifadə olunur. Bir də şübhə siqnalı, əli çənəyə qoymaq. Bu da qaranlıq, məsəl üçün, qaranlıq qalan nəsə olanda, qaranlıq qalan məqam ola bilər, başa düşməyə bilər. Onda da əlimizi çənəmizə qoyuruq. Məsəl üçün, bunu uşaqlara izah elədiniz. Onlayn dərs keçəndə belə orada səs küy olmur, uşaqlar mikrofon açıb bağlamır və yaxud da ki, kimsə dərsdən yayına bilmir. Hamı diqqət orada olur ki, müəllim deyəcək ki, razısınızsa göstərin. Uşaq məcburdur, orada fikri qalır müəllimdə. İndi bu texnikanı birlikdə yoxlayaq. Heç bir söz demirsiniz, mikrofonu açmırsınız, sadəcə kameraya baxırsınız və jestlərlə cavab verirsiniz. Mən sual verirəm, siz də cavab məqsədindən əlbəttə ki, bu texnikanı istifadə edirsiniz. Sual belədir ki, sizcə dərsdə slayddan istifadə etməmək dərsin keyfiyyətini aşağı salırmı? Razısınızsa, əlinizi sinənizə qoyub razılıq bildirə bilərsiniz. Narazısınızsa, əlinizi çənəyə qoyub bildirə bilərsiniz. Müəllimlər aktiv olaq. Rüfani müəllimə razı deyil. Bir sual da verim. Təlimdə bu ana qədər keçdiyimiz, məsəl üçün, texnikalar var da, bir neçə texnika dedim. Sizin üçün yeni bir aha anı oldu mu? Oldusa, oldu. Əla, müəllimlərdən bildirənlər var. Kadrda bir-iki müəllimin əlini gördüm, reaksiya verirdi bəyaqlarım. Burada gördüyünüz kimi səs çıxarmadan da diyalog qurmaq olur uşaqlarına və bu texnikanın da uşaqların diqqətini cəlb eləmək olur ki, orada uşaqların hamısı dərsdə fəal olsun. Üzürlü düşməniz olsun, kameranı aça bilməyən müəllimlər var. Bir maraqlı texnikanı bölüşmək istəyirəm. Müəllimlərə bu da maraqlı olar. Serial effekti texnikası. Bu strategiyada məqsəd nədir? Şagirdlərdə növbəti dərs üçün bir maraq yaratmaq, gözlənti yaratmaq. Fikir vermirsinizsə, dünyanın ən məşhur serialları diqqəti necə saxlayır, ya da ki, TikTok videoları fikir vermirsinizsə, bölümün ən maraqlı yerində sonunda
maraqlı yerində görürsünüz ki, kəsirlər. Müəllimlər adətən neyiniyir dərsdə? Dərsin sonunda ev tapşırığı verir, dərsi yekunlaşdırır, mövzunu tam bitirir və sabaha işinə qalmır. Bu metodun da məğzi odur ki, bu metodla siz uşaqlara sabaha dərsə maraq yaradırsınız ki, uşaq həvəslə gəlir ki, görüb dərs necə olacaq. Və məsələn, dərsin bitməsinə 2 dəqiqə qalıb, müəllim deyir ki, uşaqlar, sabah sizə elə bir tarixi fakt danışacağım ki, bugün dərslikdə oxuduğunuz o qəhrəmanın əslində hər şeyi dəyişən gizli bir sirrini öyrənəcəksiniz. Zəng vurulur, uşaqlara maraqlı qalır ki, görən müəllimlə danışacaq, sabahı gözləyirlər. Bəli, bu serial effekti strategiyasıdır, həqiqətən də effektlidir. Burada Zygarnik effekti yaranır. Beyin yarımçıq qalmış hadisələri daha yaxşı yadda saxlayır. Və istəyirəm, yalan danışır deməyək, müəllim həqiqətən də danışır. Müəllim, yəni, indi hər kəsin fənni fərqlidir. Orada müəllim daha bir fərqli bir mövzuya uyğun deyir də onu. Mövzuya uyğun maraq yaradır. Burada odur məqsəd. Dərsin maraqlı yerində kəsirik, yarımçıq saxlayırıq və uşaqlarda maraq qalır ki, görən sabah müəllim bunun davamını necə danışacaq. Məqsəd budur. Sonra giriş tariflərindən danışmaq istəyirəm. ZOV deyirlər. Burada şagirdlərin sinif otağına daxil olanda duyğusal vəziyyətlərini tənzimləmək üçündür. Bu fiziki texnikalardır. Burada da sinif qapısına məsəl üçün 3 şəkil qoya bilərsiniz. Uşaqlar sinifə girəndə yumruq işarəsi məsəl üçün salamlaşmaq ola bilər. Bəli, sözün yarımçıq gəzir. Qucaq etmək ola bilər. Hər bir şagird də sinifə daxil olanda oradan öz şəklini seçir, salamlaşma texnikasını seçir. Əslində bu çox effektlidir. Gələn şagird bununla, bu texnikana stresin qapının ağzında qoyur. Burada da müəllimlə emosional həm də bağ qurulur, bağ təmin olunur. Bu da effektlidir. Salamlaşma texnikası. Minnətdarlıq ola bilər, minnətdarlıq divarı. Bu da dərsin sonunda edilir, bu texnika. Sinif otağının çox uşaq da qucaqlaşmanı seçir. Ola bilər, deməli onun da ona ehtiyacı var. Minnətdarlıq divarında dərsi müsbət emosiyalarla bitirmək üçün sinifin çıxış qapısına ya bir lövhə ola bilər, ya rəngli stikerlər olur, onu qoymaq ola bilər. Dərsin son 2 dəqiqəsində şagirdlər həmin gün sinifdə onlara kömək edən, xoş söz deyən, nəsə öyrədən bir sinif yoldaşına təşəkkür qeydi yazır. Məsəl üçün, yazır ki, Əli, bugün qələmini məndən əsirgəmədiyim üçün təşəkkür edirəm. Bu da sinifdən çıxan hər bir uşaq burada da mənəvi olaraq həm doymuş olur, həm də özünü dəyərli hiss edərək gedir sinifdən. Bu da yaxşı effekti təsir bağışlayır, yəni yaxşı bir texnikadır, minnətdarlıq divarı. Bunu da eləyə bilərsiniz uşaqların, şagirdləriniz üçün. Və dopamin fasilələrindən danışmaq istəyirəm. Müasir neyrobioloji araşdırmalar göstərir ki, 7-17 yaş arası uşaqlarda bir mövzuya kəsintisiz fokuslanma müddəti maksimum 15-20 dəqiqədir. Yəni 20-ci dəqiqədən sonra beyində dopamin, yəni həzz, diqqət hormonu kəskin səviyyədə aşağı düşür. Bu da uşaq yerində qurcalanır, partaya sərilir, pəncərəyə boylanır, fikri dağılır. Əgər müəllim bu anda tempini dəyişməsə, dərsin qalan 25 dəqiqəsi boşa getmiş olur.
müəllim yəni o dərsə elə bil ki 25 dəqiqəni keçmədi. Bunun üçün nə edə bilərsiniz? Bunun üçün də 2-20 texnikası var. Bu da zehni sıfırlamaq texnikasıdır. Burada 2-20 texnikasında 20 dəqiqə dərsdən sonra 2 dəqiqəlik fasilə verir müəllim. Bu anda müəllim həm deyə bilər ki, uşaqlar 2 dəqiqəlik fasilə veririk, hər kəs gözünü yumsun. Düşünün ki, beyninizdəki o artıq qumları atdınız, nəfəs alın, nəfəs verin, dərsə qayıdırıq. Belə bir şey də eləyə bilər. Hərəkətlər də eləyə bilər, fiziki hərəkətlər də burada fayda verə bilər. Yəni, o 2 dəqiqəlik fasilədə indi hər müəllimin özünə uyğun bir metod ola bilər ki, 2 dəqiqəlik fasilədə hərəkət də eləyə bilər. Müəllim deyə bilər ki, mənlə bir yerdə hərəkət eləyə, ayaq üstə durub bir əl hərəkət eləyə bilər və yaxud da ki, beyni sağ-sol yarım kürəsini işlədən bir hərəkətdə eləyə bilər ki, sağ əlimizi belə tuturuq, sol əlimizi belə tuturuq, sonra dəyişirik, sol əli fərqli tuturuq, sonra belə. Belə bir hərəkətlər də eləyə bilərsiniz bu 2 dəqiqə ərzində. Bu zaman dərsə fokuslanma daha rahat olur. Və bir faktı paylaşmaq istəyirəm ki, bəli, yazıb bunu eləyən müəllimlər var imiş, nə gözəl. Həqiqətən də faydalı olur. Microsoft şirkəti Kanada bölməsində 2015-ci ildə tədqiqat aparır və tədqiqata əsasən 2000-ci ildə insanın orta diqqət müddəti 12 saniyə idisə, 2015-ci ildə 8 saniyəyə düşüb bu. Və müqayisə üçün deyim ki, adi akvariumda üzən xırda bir qızıl balığın diqqətini bir obyektə fokuslama müddəti 9 saniyədir. 9 saniyə hesab olunur. Hal-hazırda, yəni uşaqlarınızın diqqəti 8 saniyədir. 8 saniyədə müəllim diqqəti cəlb edə bildisə dərsə, elədir. Eləmədisə artıq o uşaq dərsi nə qavramır. Müəllim ona nə qədər qışqırsa da, desə diqqətli olun, açın, mənə bax, dərsə qulaq as, yenə də o uşağa nə qədər yaxşı, yüksək səviyyədə dərs keçsə də, bilik versə də, uşaq heç birin götürməyəcək. Çünki artıq diqqəti yayınır. Bir də uşaqlar səhifə 30-u açın, bugün filan mövzunu keçirik. Belə deyəndə, belə dərsə başlayanda şagirdin o beynindəki 8 saatlıq, 8 saniyəlik timer sıfırlanır, beyin arxa fona keçir. Müəllim o ilk 8 saniyədə beyni təəccübləndirə bilər, düşündürə bilər, maraq yarada bilər. O zaman müəllim dərsə uşağın diqqətini cəlb edir. Əks halda müəllim nə qədər savadlı danışsa da, fiziki olaraq şagirdin zehni xəyalları ya da ki, sosial şəbəkələrdədir ya da ki, öz xəyallarına gedir. Ona görə də ilk 8 saniyə çox önəmlidir. Fikrin, diqqətin ələ almaq üçün. Aha, səs açanlar var. Salam, Natıva. Natıva müəllimə. Müəllimə deyirəm, buyurun. Bizimlə sana indi qoşula bildim təlimə. Qatılmaq istəmirdim. Evdə olsa qoşuldum. Kassandra effektindən əvvəl bilmədim nə dedim, amma belə baxa bilərəm. Dediyim texnikaları qeyd etmişəm burada, qısa-qısa. White time texnikası, hekayə ilgəyi, kinetik siqnallar, şifrəli səhv texnikası, bunu heç danışmadım, o barədə danışaq. Serial effektindən danışdıq. Şifrəli səhv texnikası çox maraqlı texnikadır. Burada müəllim dərsə başlamamızdan əvvəl bildirir ki, mən
dərsi izah edirəm və ya daskada yazıram, görüm kim mənim bilərəkdən buraxdığım 3 səhvi tapacaq. Kim tapsa, dəftərinə qeyd eləsin. Bu da maraqlıdır. Uşaqların diqqəti dərsdə qalır ki, görün müəllimə harda səhv eləyəcək, harda səhv buraxacaq, tez onu tapıb. Bu da şifrəli səhv texnikasıdır. Bura maraqlı bir texnikadır. Müəllim bilərəkdən eləyir səhvi və öncədən də bildirir. Suallarınız varsa verə bilərsiniz. Buna da şifrəli səhvdə səhvi tapana da diqqət dedektivi seçilir, həmən şagird. Bu zaman dərsdə heç kim yatmır, diqqət müəllimədə olur ki, səhvi tapsınlar. Hər kəs ovdadır. Hər kəs axtarır ki, görək müəllim səhvi harda eləyir. Təlimin əvvəlində yarımçıq qalan yəqin ki, effekti var, beyinə təsiri var ki, bu texnikalar icad olunub. Yəqin ki, onlar yetkin insanlara da təsir eləyər. Təlimin əvvəlində yarımçıq qalan hekayə qayıtmaq istəyirəm. 1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Marko adlı gənc əskər düşmən atəşinə tuş gəlir və güllə düz onun sinəsinə, ürəyinin üstünə dəyir. Güllə onun bədəninə keçmir. Çünki cibində qalan qalın cildli İncil kitabı var idi və elm bunu kağız liflərin sıxlığı, bir də sürtünmə qüvvəsi ilə izah edir. Əskəri qoruyan, gördüyünüz kimi burada da qalın kitab, bilik və söz olur. İstərdim bu təlimdən özünüzlə aparacağınız bir texnikanı adını qeyd eləyəsiniz və ya bir sözlə yazasınız görək, bu təlimdən hansı texnikanı özünüzlə götürürsünüz. Diqqət sadəcə psixoloji istək deyil. Dopamin və neyromediyatların ifrazı ilə baş verir. Yəni, biokimyəvi prosesdir diqqət. Biokimyəvi proses olduğu üçün də şagirdin diqqətini tutmaq, beynində öyrənməyə qarşı maraq və həzz yaratmaq lazımdır. Bunu yaratmalıdır müəllim. Müəllim informasiya ötürən deyil. Müəllim beyindəki o qığılcımı yandıran mühəndisdir sanki. Şagirdin diqqəti onun sizə etibar etdiyi ən qiymətli xəzinədir. Onun zamanıdır, ruhudur. Serial effekti yazanlar var, baxaq. Şifrəli səhv texnikası. Maraqlıdır. One time yox, white time. Birinci yazdığım elə texnika idi. Diqqət texnikası. Texnikanın adı belə gedir, qeyd elədim. Bu texnika onlayn dərsdə də maraqlıdır, onlayn dərsdə də effektlidir, həqiqətən də. Texnikalar çoxdur, mən bu təlimə hardasa xeyli müddətlə hazırlaşıram, çox araşdırma apardım ki,
təsirli bir texnikalar olsun ki, həqiqətən də müəllimlərə faydalı olsun, istifadə edə biləcəyi bir texnikalar olsun. Qarşıma çox texnikalar çıxdı. Əsasən də araşdırmalar, tədqiqat zamanı aparılan. Bəli. Yox, kitabı yoxdur. Bu araşdırmalar nəticəsində tapmışam. Daha çox Amerika universitetlərində, Kaliforniya saytlarında, orada daha çoxdur belə bir texnikalar. Düşündüyüm vaxtımız məhdud olar, daha çox texnika paylaşmadım. Seçib yəni effektlisini seçib paylaşdım. Amma istəsəniz yenə də araşdırdığım metodlardan göndərə bilərəm. Kimlər bu texnikalardan dərs zamanı istifadə etməyi düşünür? Suallarınız varsa suallarınızı verə bilərsiniz. Qutunu mütləq edəcəm, Vəfa müəllimə deyir. Nə gözəl. Təşəkkür edirəm. Mədinə müəllimə. Kurikulum kitablarında olur deyə yazıb Zeynəb müəllimə. Bunu bilmirdim. Olursa nə gözəl. Maraqlana bilərsiniz müəllimlər. Metodika kitablarında ola bilər. Bəlkə də. Mən daha çox sahə müəllimə deyil, daha çox şəxsi inkişaf təlimləri keçirəm. Ona görə də müəllimlərin proqramına xəbərim yoxdur. Jalə xanım, təşəkkür edirəm xoş sözlərinizə görə minnətdaram. Mən təşəkkür edirəm sizə. Diqqətinizə görə minnətdaram. Çinarə müəllimə artıq istifadə edir bəzi texnikalardan. Öyrəndiklərindən də istifadə edəcək, nə gözəl. Qutu hansı idi? Müəllim bir qutunu qoyur. Sizin dərsinizə uyğun. Baxır, siz hansı fənni tədris edirsiniz. Ona uyğun bir qutunun içinə nəsə bir dərsinizə uyğun qoyursunuz və uşağın diqqətini oraya yönəldirsiniz ki, sonda sizi nə gözləyir. Qutunun içinə bağlayırsınız, amma dərsin əvvəlində demirsiniz onu, dərsin sonunda deyirsiniz. Uşaqda sona qədər maraq qalır ki, görün qutunun içindəki müəllim nə demək istəyir, söhbət nədən gedir. Sualı olan varsa, mikrofonlarını açıb suallarınızı verə bilərsiniz. Məsəl üçün, indi mən bayaq Şah İsmail Xətaydan misal çəkdim. Tutalım ki, riyaziyyat müəllimidir. Faizlərdən dərs keçəcək. Bir dənə alma gətirir, qoyur stolun üstünə, bir paketdə cipsi qoyur. Deyir ki, uşaqlar, bu 2 dənə qida, biri sizə 10 gün enerji verə bilər. Biri isə cəmi 1 saat enerji verə bilər. Amma marketoloqlar elə bir riyazi hiylə işlədiblər ki, siz zərərli olanı seçirsiniz. Onlar bizdən gizlətdiyi o sehirli rəqəm var, faiz. Bugün marketlərin bizi necə aldatdığının riyazi şifrəsini qıracağıq. Söhbət faizdən gedir. Uşaqlara maraqlı gəlir ki, artıq diqqətlərini çəkmişsiniz onların. Dərsə sona qədər qulaq asacaqlar ki, görək müəllimə nədən danışır.
Başqa burada fən müəllimləri varsa, məsəl üçün, biologiya müəllimləri, məsəl üçün, fotosintez olsun, Azərbaycan dili müəllimləri, məsəl üçün, zərfdən, fizika müəllimləri sürtünmə qüvvəsindən belə bir şey hazırlaya bilər də, Kassandra girişi hazırlaya bilərlər. Mənə də maraqlı olar, müəllimlərə də maraqlı olar. Bir dəqiqəlik elə hazırlayın müəllimlər. Ya yaza bilərsiniz, ya canlı səsi açıb danışa bilərsiniz. Görək siz necə hazırlayırsınız? Elə burada canlı hazırlayaq. Mən həm riyaziyyatdan, həm də ki, məsəl üçün, ədəbiyyatdan, tarixdən bir fakt göstərdim ki, belə bir ola bilər Kassandra girişi. Sizdə də əgər başqa fən müəllimləri paylaşsa, maraqlıdır bizə də. Hazırlayanlar varsa səsi də açıb danışa bilər. Şagirdlər ilin əvvəlində məndən kod qırma soruşdular. Mən isə dərs ilinin sonuna yaxın keçəcəm demişdim. Effektli oldu. Bütün il boyu həmin şagirdlər onu öyrənsinlər deyə məktəbə gəlirdilər. Nə gözəl Vəfa müəllimə. Sərmayə müəllimə təşəkkür edirəm. Flashkart informatikada, bəli. Aynur müəllimə təşəkkür edirəm. Buzqıran strategiyaları var. Zeynəb müəllimə yazıb, kurikulum kitabında deyir, buzqıran strategiyaları var. Müəllimlərə faydalı olar, maraqlana bilərlər. Vəfa müəllimə yazıb, çox maraqlıdır. Başqa kimsə Kassandra girişinə tətbiq eləyə bilərsə, öz fənnindən, başqa müəllimlərə də faydalı ola bilər. Yazsın, bizə də maraqlıdır. Ən son günə kimi Vəfa müəllimə şagirdlərin diqqətini çəkməyə bacarıb, nə gözəl.
Çox xoş oldu Vəfa müəllimə bizimlə bölüşməyiniz. Başqa sualı olan varsa yaza bilər, səsi açıb danışa bilər. Zeynəb müəllimə fransız musiqisi oxuyur. Yəqin mahnısı bilirsiniz. Oyun oynamaq. Dərsdə necə bir oyunlar oynayırsınız Zeynəb müəllimə? Bizlə də bölüşsəz maraqlı olar başqa müəllimlərə də. Jalə xanım yazıb, Jalə Yusiflidir. Maraqlarını çəkmək üçün videolarını çəkirdim. Belə ki, həmin videoda uşaqlar öz adlarını deyirdilər və artıq misal üçün 7-yə vurmanı öyrəndim, yaxud da bölmə əməlini öyrəndim deyirdilər. Hansı uşaq nəyi öyrənibsə onu deyirdi. Nəticədə öyrənməyə daha çox həvəslənirdilər. Onların videoları çəkilsin deyə. Bu da bir metoddur, Jalə xanımdan gəldi. Hesablamanı oyun ilə öyrətmək olur. Onun üçün oyunlar var, kompüterdə milyonçu oyunu kimi. Nə gözəl. Aysel müəllimə paylaşıb. Bir milyonçu oyunu kimi oyunlar var kompüterdə. Əsasən deyir, hesablamanı öyrətmək üçün faydalıdır. Beyin həmləsi daxildir. 4 nömrə 1. Sokrat dialoqu, akvarium. Daha çox saya bilərəm. Zeynəb müəllimə nə gözəl. Zeynəb müəllimə dərsdə uşaqların diqqətini çəkmək üçün müxtəlif oyunlardan istifadə edir. Burada da bir neçə oyunun adını yazıb. Bunu bizə də açıqlasa maraqlı olar düşünürəm müəllimlərə. Rollu oyunlar var. 321 üsulu. Bu kimi üsullar var, klaster kimi. Maraqlıdır. Aysel müəllimə oyunlar vasitəsilə diqqəti çəkir və bir neçə oyunun adını da burada yazıb. Aysel müəllimə hansı fənni tədris edirsiniz? İndiki müəllimlər təkcə öz fənnini tədris eləmir, həm də TikTokla, sosial şəbəkələrlə mübarizə aparır. İbtidai sinif müəlliməsidir, nə gözəl. Ona görə uşaqlara daha maraqlı gəlir, diqqətini çəkməyi bacarırsınız oyunlarla. Başqa sualı olan varsa, həm səsli, həm də chat bölməsinə yazıb sualını ünvanlaya bilər.
Akvarium üsulu mən sadələşdirib özüm kimi etmişdim. Müxtəlif yeyəcəklər üzərinə suallar yapışdırırdım. Ən xoşladığı yeyəcəyimi şokolad, konfet, bakkuş, peçeniya, xırda şeylər birini götürüb suala cavab verirdilər. Əgər düzgün cavabları verirsə yeyir, verə bilmədisə yerinə qoyurdular. Çox maraqlıdır, Vəfa müəllimə təşəkkür edirik. Belə bir şey də var, dərs zamanı fikir vermişsinizsə, müəllim görür ki, uşaqlar onu dinləmir və qışqırır. Məsəl üçün dərs danışanda qışqırır ki, həmən hissədə uşaqlar onu dinləsin, səsini yüksəldir, uşaqlar yenə də dinləmir. Və araşdırmalar göstərir ki, əslində yüksək səslə diqqət cəlb eləmək olmur. Sakit, aşağı templə fikir verdinizsə səsim düşdü və bir çox insan yaxınlaşıb diqqətlə baxır ki, görən nə danışacaq. Yəni, dərsə başlayanda daha aşağı templə danışmaq lazımdır ki, diqqəti cəlb eləyək. Günortaya yaxın eləmək, bəli, həqiqətən də maraqlı bir texnikadır bu da. Vəfa müəllimə, siz hansı fənni tədris edirsiniz? İnformatika. Bir də soruşurdular ki, sonuncu dəfə nə dedim təkrarla. Maraqlıdır Jalə xanım. Təşəkkür edirəm müəllimələr. Belə aktiv iştirak etdiyinizə görə mənə də xoş oldu, sizinlə müzakirə elədik. Çox maraqlı məlumatlar bölüşdünüz. Vəfa müəllimə təşəkkür edirəm, çox sağ olun, minnətdarım, çox xoş oldu. İnşallah ki, bəyəndiniz. İlhamə xanıma deyin, növbəti mövzunu maraqlı bir mövzu seçsin. Axşamınız xeyir olsun, Natəvan xanım və dəyərli üzvlərimiz. Təşəkkür edirəm belə faydalı, maraqlı, gözəl, axıcı təlimə görə minnətdaram. Əminəm ki, üzvlərimiz üçün faydalı oldu. Aktiv iştirak edən müəllimlərə də ayrılıqda təşəkkür edirəm. Xoş sözlərinizə görə minnətdaram. Əlbəttə başım gözüm üstünə. Əgər siz də razı qaldınızsa, növbəti təlimləri də sevə-sevə təşkil edərik. Cəmiyyətin təhsil haqqında vacib bildiyi mövzularda. İnşallah. Əlavə sualı olanlar səsli və yazılı formada qeyd edə bilər. Mən təşəkkür edirəm. Çox xoş oldu həqiqətən də. Müəllimlər çox aktiv idi, çox fəal iştirak elədilər. Maraqlı bölüşmələr elədilər onlar da. Əsas da məsəl üçün Vəfa müəllimə metodu çox maraqlı idi. Həqiqətən də il ərzində uşaqların diqqətini sona kimi çatdırıb, həqiqətən də maraqlı gəldi mənə. Çox sağ olun Vəfa müəllimə. Jalə xanım baxmayaraq ki, müəllimə deyil, amma uşaq hazırlaşdırır. O da bölüşdü fikirləri, minnətdarım, çox sağ olun. Siz sağ olun.